uşaqlar. Deməli, bu dəfə 100 sınaq testindən sınaq 50-ni conjunction və conjunction words olan bölmənin izahını verəcəm. Deməli, burada təbii ki, birinci uşaqlar bu testi eləmək üçün bütün bağlayıcıların tərcüməsini bilmək lazımdır. Deməli, birincidə soruşur ki, Ronnie is Spanish. Ronnie deyir, İspandır. He has never been Spain. O heç vaxt İspaniyada olmayıb. Deməli, which hansı, so beləliklə, that's why ona görə, what, nə, bu deməli, daha doğrusu tərcümə ilə bəzən lazım olur tapmaq. But, amma deməkdir. Və bu cümlədə tərcümə ilə bizə Ronnie İspandır, amma o heç vaxt İspaniyada olmayıb. Deməli, doğru variant burada olacaq, D variantı. İkinci testimizdə, deməli, I know him, I can't remember his name. Why, nə üçün, what, nə, as, görə, but, amma, because, çünki deməkdir. Və burada təbii ki, yenə tərcümə ilə tapırıq. Mən onu tanıyıram. I can't remember his name. Amma onun adını xatırlaya bilmirəm. Ümumiyyətlə, uşaqlar, but olan cümlələr bilirik ki, təzad bildirir. Çox vaxt 90% cümlələrdə bir tərəf təsdiqlisə, digər tərəfi inkar istəyir. Və beləliklə burada E variantı doğru olur. Üçüncü testə baxaq. Üçüncü testdə bizdən də yenə nə istəyir? Düzgün bağlayıcı nə istəyir? I had no doubt left. Deyir, mənim heç bir şübhəm qalmayıb. I saw him myself. Onu mən özüm gördüm. Yəni, belə bir tərcümə edirik. Ondan sonra variantlardakı deməli, bağlayıcıları tərcümə ilə düzgün yerləşdiririk. Məsələn, after sonra, so baxmayaraq ki, however, lakin, what, nə, which, hansı. Burada cümləmizdə tərcümə ilə uşaqlar I had no doubt left after I saw him myself. Tərcümə ilə onda belə düzgün çıxır ki, mən onu özüm görəndən sonra heç bir şübhəm qalmadı. Doğru variant tərcümə ilə A variantı after olacaq. Dördüncüyə baxırıq. Deməli, I couldn't choose one. All of the books were excellent. Yenə tərcümə ilə tapırıq which hansıdır, why nə üçündür, however lakindir, as görədir, what nə kimi tərcümə olunur. I couldn't choose one as all of the books were excellent. Deməli, bütün kitablar əla olduğuna görə mən birini seçə bilmədim. Burada da doğru variant C variantı olacaq. Beşinci testə baxırıq. Düzgün yenə formanı istəyir bizdən. Tərcümə ilə təbii ki, tapırıq. My parents will be joyful. I passed this exam. If, əgər, so, baxmayaraq, also, baxmayaraq, when, anda, əndə budaq cümlə ola bilər uşaqlar. Çünki əgər demişik ki, budaq cümlə ifdir, whendir, indiki sadə zaman işlənirsə, budaq cümlədə, baş cümlədə gələcək zaman işlədə bilərik. Yəni, zaman uzlaşmasını bilsəz, əslində bu testi də eləmək asan olur. Burada also baxmayaraq ki, ikisi də eynidir. Tərcümə ilə də uyğun gəlməz. Mən baxmayaraq ki, mən imtahanı keçsəm, məsələn, valideynlərim şad olacaqlar. Yəni uyğun gəlmir. Əgər mən imtahanı keçsəm, valideynlərim şad olacaq. Mən imtahanı keçəndə valideynlərim şad olacaq. Yəni burada if və when, yəni B variantı daha uyğun olacaq. 6-cı sualda deməli I wasn't scared. I was with a friend of mine. Mən deyir qorxmurdum. Mən dostumla idim. Deməli burada as görə, but, amma, if, əgər və yaxud da ki mənası var. Whom, kimə, kimi, or və ya. Burada as daha uyğun gələcək. As I was with a friend of mine. Mən dostumla olduğuma görə mən qorxmadım. Yəni tərcümə ilə A variantı daha uyğun gələcək. Deməli 7-ci sualda deyir ki he will understand his fault, he gets older. Variantlardan baxırıq uşaqlar. Yenə biz zamanlara fikir versək, görəcək ki, burada zaman uzlaşması var. Təbii ki, burada whose, kimin, what, nə, which, hansı, when, nə zaman və yaxud da ki, anda, əndə, zaman zərfi kimi tərcümə olunur. Why, nə üçün? Biz məsələn bura when qoysaq, when he gets older, o yəni böyüyəndə, yəni yaşı artanda, he will understand his fault, öz səhvini başa düşəcək. Yəni burada when uyğun gəlir tərcümə ilə, when budaq cümləsi işlənir. Belə testlərdə ümumiyyətlə mürəkkəb cümlə olanda hər iki tərəfin zamanına da fikir vermək lazımdır.
Yəni çox vaxt belə testlər deməli zaman uzlaşmasından istifadə olunur. Təbii ki, bunlar da bağlayıcılardan istifadə olunur zaman uzlaşmasında. Uşaqlar 8-ci sualda deməli belə bir sual olanda nisbə əvəzlik mövzusunda demişdik ki, nöqtənin əvvəlinə baxırıq. Əgər cansız isim gəlirsə which və yaxud da ki zətdən istifadə edirik. Burada baxırıq ki, since bağlayıcısının işlənmə yeri keçmiş sadə zaman, bir də ki, indiki bitmiş zaman işlənir. Cümləmizin hər iki tərəfinə baxırıq. Bunu görə bilmirik və yaxud da ki, bəri kimi tərcümə olunmur. Whose dedik ki, hər iki tərəfi deməli isimlə ifadə olunanda. Yəni nisbə əvəzlik mövzusunda demişdik ki, əgər nöqtədən sonra cümlənin mübtədası və xəbəri varsa, biz orada heç bir bağlayıcı işlədə bilmərik. Yəni istəsə işlədə bilmərik, yəni işlətməyə də bilərik daha doğrusu. Yox, əgər işlətsək, məsələn whichdir, zətdir, təbii ki, bunları işlədə bilərik. Ona görə belə bir cümlədə what dedik ki, nöqtənin əvvəli cansızla gəlirsə, ümumiyyətlə nisbə əvəzlikdə what yox idi. Whom özünü olan cümlədə əvəzlik istəyir. Və burada whose da kiminki ümumiyyətlə tərcümə ilə uyğun gəlmir uşaqlar. Deyir, can you tell me the year Azərbaycan became independent? Sən deyir, Azərbaycan müstəqil olduğu ili deyə bilərsən mənə? Təbii ki, burada whose kimin, whom kimə, kimi, since bəri bu ifadələr, bu bağlayıcılar tərcümə ilə də belə olsa biz görürük ki, bizə gərək deyil. Ona görə də C variantıdır. Yəni vacib deyil ki, cümlədə mütləqdir ki, bağlayıcı işlənsin. Əgər boşluqdan sonra, yəni cümləmizin mübtədası və xəbəri gəlirsə, biz orada heç bir bağlayıcı işlətməyə bilərik. Doğru variant burada olacaq C variantı. Keçək növbəti testə. 9-cu testdə uşaqlar baxırıq. When nə zaman, anda, əndə, where, harada, as, görə, how, necə, whether deməli ki mənasında da işlənə bilər. Baxır təbii ki cümlənin mənasından. Və burada nəyə fikir verir uşaqlar? That is the building I saw the thief. Deyir, mən oğrunu gördüyüm. That is the building. O bina. Deməli belə çıxır ki, o bina mənim oğrunu gördüyüm yerdir mənasında. Məni oğrunu görmüşdüm. Yəni harada? That is the building where I saw the thief. Ümumiyyətlə belə olanda conjunction words olan hissələrdir uşaqlar. Bəzən nöqtənin əvvəlində öyrənmişik ki, nisbə əvəzlikdə cansız isim gəldisə mütləqdir ki, which zət olacaq. Xeyr, bəzən artıq heç ondan istifadə olmur. Biz onu ikinci cümləyə sual verməklə tapırıq. I saw the thief. Mən oğrunu gördüm. Harada? Building, that building, o binada. Yəni, biz belə cümlələrdə ikinci cümləyə sualı verib bağlayıcını tapa bilərik. Ona görə də burada doğru variantımız C variantı olacaq. 10-cu sualda uşaqlar I want to know ifadəsidir. Deməli, complete sentence cümlələrində tez-tez rastlaşırıq bundan. Mən bilmək istəyirəm ki. Want to know ifadəsində deməli ki bağlayıcısının istifadə olunur. O da təbii ki if-lə vəzədir. İkisi də sinonim sözlərdir bunlar. Biz orada who, while işlədə bilmərik. I want to know if she can help me or not. Deməli, mən bilmək istəyirəm ki, o mənə kömək eləyəcək və yaxud da yox. Burada da whether. I want to know whether she can help me or not. Eyni mənalar çıxır. Yəni, if və whether ikisi də sinonim bağlayıcılardır və bəzən əgər və bəzi cümlələrdə uşaqlar baxın belə want to know belə ifadəli cümlələrdə isə ki bağlayıcı kimi istifadə olunur və doğru variant burada 1-3 D variantı olacaq. 11-ci sualda belə cümlələrdə bunu tərcümə ilə tapacağıq uşaqlar. Deməli deyir ki I didn't really know he was there. Which hansı, why, nə üçün, as soon as kimi, because, çünki, as görə, mən bilmirəm, o buradadır. Nə üçün buradadır? Tərcümə ilə tapırıq bunu. Why he was there. Təbii ki, digər variantlar tərcümə ilə uyğun gəlməz burada. 12-ci testdə deməli yenə tərcümədən istifadə edəcəyik bağlayıcıların. Because, çünki, why, nə üçün, how, necə, so, baxmayaraq, if, əgər, yəni cümlənin əvvəlindədirsə, burada əgər kimi tərcümə olunacaq. You are about to make an important decision. Deyir, əgər sən qərar vermək üzrəsənsə, deməli burada əgər tərcümə ilə uyğun gələcək. Think twice and cut once.
Yəni 2 dəfə düşün və qərar ver. D variantı uyğun olacaq burada. 13-cü testdə bizdən deməli yenə bağlayıcını istəyir. She suddenly came back. O qəfildən deyir, geri qayıtdı. Went again. Getdi. Burada uşaqlar, deməli həmcins xəbər işlənibdir. Təbii ki, həmcins xəbərlər də and bağlayıcısını istifadə edə bilərik. Yəni o qəfildən qayıtdı və yenidən getdi. If tərcümə ilə əgər və yaxud da ki mənasında getmir, when, and, and-də istifadə etsək cümləmizə uyğun gəlməyəcək. Or və ya deməkdir. Was yenə eyni if-lə sinonimdir. Yəni ayrı-ayrı variantlarda varsa, biz təbii ki bunları götürmürük və beləliklə doğru variant olacaq D variantı.